İmam Aleyhisselam buyurur ki, kim ki Allah'ın böyüklüğünden xəbərdardır, tanıyır Allah'ı, dünya onun için kiçikdir. Kim ki Allah'ın böyüklüğündən bir xəbərdir, dünya onun için böyüdür. İmam Aleyhisselam'ın bir Ərəbcə bir şeiri var. Buyurur ki, və təhsəbu annəkə cirmun səğir və fikən antəbəl aləmül əkbər. Aleyhisselam bu şeirdə deyir ki, sən özünü kiçik bir vücud verirsən ey insan, sən kiçik bir vücud bilmə özünü. Və fikən təvəl aləmül əkbər. Sənin bətnində böyük bir aləm yerləşir. Həqiqətən, böyük bir aləm var səndə yerləşir. Fə əntəl kitab mubinul lezi. Sən bir kitabsan. Sən özün bir kitabsan. Aşikara bir kitabsan ki, bi əhrifihi yazhərul muzmər. Həmin o kitabın hərfləri ilə gizli sirlər zahir olur. Deməli, burada həm hürufilik var, hərflərə qiymət var. Həm də ki, Əleyhisselamın bu kəlamı ki, səndə böyük bir aləm yerləşir və Nəsiminin o xətti düşür bunun üstünə. Məsələn, Nəsimi deyir ki, məndə sığar iki cahan, mən bu cahana sığmazam. Gövhər ilə məkan mənəm, konu məkana sığmaz. Bu aləmə görə dedim, səndə böyük bir aləm yerləşir. Deyir ki, ərş ilə fərş, ərş göydür, fərş deyir. Ərş ilə fərş, kafinun, kündür ki, oldu Allah. Məndə bulundu cümlə üçün. Bunu hamısı qabul eləmir axı. Onu elə qabaqlayırlar ki, kəssəsivi və əbsəm ol, şərh-ü bəyana sığınır. İndi götürək buradan, ərşlə, göynlə yer necə insanda sığa bilər? Necə deyim, məndə bulundu, yəni məndə yer, həmin sözdür. Ərş fərş aləmdir, dünyadır. Onun gəlib insanda yerləşməsi necə ola bilər? Gör necə deyir. Çünki bizim dində də bu var, fəlsəfədə də bu var. Deməli, Allah Teala namaz qılanda deyirik, Subhanəllazi, Subhanallah Rəbbi səməvatı səb və Rəbbil ərəzinə səb. Pak-pakiz olan Allah 7 təbəqə göyü yaratdı, 7 təbəqə yeri yaratdı. İndi fikir və ma fihinnə və ma beynəhünnə və ma fəvqəhünnə və ma hamı gedirurdu ki, onun daxilindəkiləri, yuxarıdakiləri, təhtəhünnə, hamısını xəlq edir. Ne də var? Hamısı insandadır. Nəsimi deyir ki, aləmdə nə var? Adəmdə var insanda. İnsanda yerləşir. Necə yerləşə bilər? Göy 7 təbəqədir. Ərş insana başıdır. Çünki ərş asımanda ən axırıncı təbəqədə ondan yol yoxdur. Ərş tacıdır göyün. Başdır yəni, başımıza. Yəni insan, fərş əyağıdır, yeridir. Göy 7 təbəqədir. İnsan özü də 7 hissədən ibarət. 1, 2, 3, 4, 5, 6 gedir 7 hissəyə. Hər hissəsi də 7 hissədən ibarətdir. 1, 2, 3, 4, 5, 6, 7. Bütün aşağı ayağıda. Əzalar. Və əzalar insan özü də 7 hissədən ibarətdir. Yəni göy necə 7 təbəqədən ibarətdir, yer 7 insanda vardır, ərşdən fərş belə yerləşir insanda. Yəni göydə, dünyada nəhirlər var, çaylar var, dənizlər var, sular axır. O həmin dənizlər, deməli bir aləm-i kəbir var, böyük aləm ki, yaşadığımız aləm. Bir də aləm-i səğir var, kiçik aləm. Allah Teala aləm-i səğiri, aləm-i kəbirə bir nümunə yaratdı. Yəni kiçik insanı böyük aləmə nümunə yaratdı. Və böyük aləmdə nə var? Yerləşdirdi kiçik insanda. Kiçik aləm-i səğir də bizik. Bizik insanlarıq. Baxmayaraq insanın vücudu kiçik. Bir dənə də məsələ var ki, biz indi böyük aləm, kiçik aləm, hətta bu yer üzündə, sonra kainatda ağac, bitki, ot filan. Yəni aləm-i kəbirdə nə var? Hamısını aləm səğirdə yer, kiçik insanda yerləşib. Aləm, kiçik aləmdə. Yəni insanın da bədənində tüklər, yəni insanın bütün nə var? Hamısı insanda. Nümunəsi var. Nümunəsi insanda var, onu demək istəyir. Amma bir dənə də məsələn biz nüansı ortaya qoymalıyıq ki, Nəsimi çox böyük bir, gəl edirəm, mən hər tərəfi onu dolandıram, İmam Əlini, yəni görək onu da tutmağı bacarasan. Onu da tutmağı bacarasan. Ki, məsələn, o vaxt Nəsimi filmi çəkiləndə müəyyən, yəni ki, orada səhnələr var, orada müəyyən sözlər var işlənib. Bəlkə onlar biliblər, işlədiblər, bilmirlər, bəlkə bilməyiblər. Amma əslində, məsələn, bir dənə epizodu deyim sizə. Misal üçün, biz böyük aləm, kiçik aləm dedik, böyük aləm kainat, kiçik aləm insan. Bunun bir başqa forması da var. Nəsimidə o fraqment var. O götürülüb Həzrət Əlinin Nəhcül Bəlağəsindən, həmin kəlmə. Məsələn, Nəsimə əyləşir, od yanır, dərvişlə söhbət edir. Dərviş deyir ona ki, əgər sən də bizim kimi sərkərdansan, gəl qoşun bizə gedək. Bu deyir, yox. Hara? Deyir, hara gedək? Dərviş deyir ki, cahan genişdir.
dünya böyükdür. Nesimi biraz fikrə gedir, deyir, dardır cahan. Bunun bir böyük mənası var. O deyir, dünya böyükdür, yəni hara üstsən gedəyildir, cahan ki. Bu deyir, dardır cahan. Çox dardır, ay, hara gedəcəm mən. Burada Həzrət Əlinin kəlamıdır, İmam Əlinin ki. İmam Əleyhisselam buyurur ki, kim ki Allahın böyüklüyündən xəbərdardır, tanıyır Allah'ı, dünya onun üçün kiçikdir. Kim ki Allahın böyüklüyündən bir xəbərdir, dünya onun üçün böyükdür. Bu Nəsiminin o xətti bu xəttir. Yəni o deyir, dardır cahan orada, gözəl deyir. Bu İmam Əlinin Nəhcül Bəlağasıdır. Bu deyir, genişdir cahan, o Allahın böyüklüyündən dərvişin xəbəri yoxdur. Bu deyir, dardır cahan, o Allahın böyüklüyündən xəbəri var. Bu Əleyhisselamın Nəhcül Bəlağədə bu kəlam.